Bu video yalnızca bilgilendirme amaçlıdır. Paylaşılan tüm uygulamalar ve içerikler yasal kaynaklardan alınmıştır. Hiçbir yasa dışı IPTV yayını, telif hakkı ihlali veya korsan içerik tanıtılmamaktadır. Amacımız izleyicilere yasal IPTV seçenekleri hakkında bilgi vermektir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni videodan sizin qarşınızdayım. Əziz izləyicilər, deməli bir neçə ay bundan qabaq, yəni əziz izləyicilərimiz bizə dedi ki, qardaş, məsəl üçün mən Samsung televizorumda və yaxud da LG televizorumda IPTV proqramını vururam. Nəzərinizə çatdırım ki, yasal IPTV, yasal uygulamaları bu günlərim sizlərə göstərəcəm. Ücretsiz və yasal. Yəni ki, qanuna uyğun IPTV uygulamalarını bugün sizlərə göstərməyə çalışacağım. Əziz izləyicilər, videomuzu axıracan izləyin və kanalımıza abunə olun. Və bugünkü videomuz əslində dəstək məqsədi ilə paylaşılmış videodur. Həm də bilgiləndirmə və maarifləndirmə videosudur. Deməli, bugünkü videomuzda Play Market'e giririk. Sizə yasal və ücretsiz ən gözəl proqramları sizlərə tanıdacağam. Yasal və ücretsiz. Deməli, Play Market App Store'a giririk. Yəni Play Market'inizə və yaxud da Samsung televizorunda App Store marketinə girirsiniz. Və yuxarıda axtarış bölməsinə birinci nömrədə yazırıq Televizyo IPTV. Həmin bu Televizyo IPTV proqramıdır. Bu Televizyo IPTV proqramını rahat şəkildə evinizdə, rahatlıq şəkildə baxa biləcəyiniz ən gözəl yasal ücretsiz proqramlardan biridir. Bunun ücretli proqramı da var. Həm M3U, həm Extreme kodlarını dəstəkləyir. Televizyo IPTV proqramı da yasal. Həm Extreme, həm M3U dəstəkli proqramları dəstəkləyir və super şəkildə də videoları izlədir. Donmadan 4K şəkildə izləyə biləcəksiniz. Yenə də deyirəm, yasal IPTV proqramıdır. İkinci isə IPTV Smart S Pro. Əziz izləyicilər, bu proqram ola bilsin ki, bəzi insanlarda çıxmaya bilər. Bəzi insanlarda çıxmaya bilər. IPTV Smart S Pro. 2025-ci ildə işlədə biləcəyiniz ən gözəl proqramdır. Bu Smart S Pro-nu demirəm, əziz izləyicilər. Bax, IPTV Smart S Pro, bax budur. Diqqətli şəkildə baxın. IPTV Smart S Pro həmin bu proqramdır. Bu proqramın da görünüşünü sizlərə göstərim. Zəhmət olmasa diqqətli şəkildə baxın. IPTV Smart S Pro necə görsənir. Bax, belə bir şəkildə IPTV Smart S Pro sözü yazılır. Həmin bu proqram həm M3U-nu dəstəkləyir, amma Samsung televizorlarında indi girişdən də özünüz görəcəksiniz. Samsung televizorlarında bu M3U-nu dəstəkləmir, ancaq Extreme kodu ilə dəstəklənir. Bax, diqqətli şəkildə baxın. Load playlist M3U playlistidir bura. Yəni buradan girirsiniz. Bu M3U-dan işləyir. M3U linklərini bilənlər bilir. Bu isə Extreme kod hissəsidir, əziz izləyicilər. Bunun da haqqında videolarımız ətraflı şəkildə var. Yəni özünüz də baxa biləcəksiniz. Yasal və ücretsiz ən gözəl proqramlardan biridir. Əziz izləyicilər, əziz bizi sevərlər. İkinci isə ən gözəl proqram, hamının axtardığı proqramlardan biri OTT Player proqramıdır. Bax, bax bu proqramdır. OTT Player. Bunu da yenə Play Market hissəsindən girirsiniz. Samsung televizorlarında Apps bölümünə girirsiniz. LG televizorlarında LG Store bölümünə girib axtarış yerindən OTT Player sözünü yazırsınız. Və OTT Player, bax, həmin bu proqramı yükləyirsiniz. Bax, bu proqramı yükləyirsiniz. Yüklədikdən sonra bunun içində rahatlıq şəkildə baxacağınız proqramlar dəhşətli dərəcədə çoxdur.
və Autoplay proqramı sadəcə M3U və M3U8 proqramı ilə işləyir. M3U8-i bəzən göstərmir. Yəni bəri başdan bunları sizlərə bildirim. M3U proqramı ilə işləyir. Deməli, Samsung televizorları üçün, LG televizorları üçün, Toshiba, Sony televizorları üçün ən gözəl proqramlardan biri isə M3U IPTV-dir. Apps bölməsinə girirsiniz. Apps bölməsində axtarış hissəsinə M3U sözünü yazırsınız. M3U sözünü yazdıqda isə burada həmin bu proqram çıxır və bu proqramı birbaşa yükləyib rahatlıq şəkildə baxırsınız. Bu proqram haqqında məlumat verim. Bu proqram yasal proqramdır. Ücretsiz istifadə eləyə biləcəyiniz ən gözəl proqramlardan biridir. Bir də sizə bir şey deyim. 2025-ci il olsa belə bu M3U çoxdan çıxmağına baxmayaraq işlədə biləcəyiniz ən gözəl linklərdən biridir. Ancaq sürətli deyil. Yenə də deyirəm, ancaq sürətli deyil. Ümumiyyətcə, sürətli IPTV player istəyirsinizsə, M3U, yəni bu sizlərə uyğun deyil. Amma ancaq televizorunuzda bundan başqa heç bir proqram yoxdursa, M3U IPTV proqramını yükləyərəkdən rahat bir şəkildə, legal olaraq, ulusal uyumlu şəkildə, politik qaydalara uyğun olaraqdan linkləri vurub rahatlıq şəkildə baxa bilərsiniz evinizdə. Əziz izləyicilər, yenə də deyirəm, bu 2025-ci ildə hər növ televizor üçün uyumlu IPTV proqramlarının videosudur. Bu link proqramı deyil. Bu video link kodu deyil. Sonra isə OTT Player'in də çox şeyləri olduğu üçün onlar da haqqında məlumat bu günlərim verdim sizlərə. Sonra isə bu günlərim ən gözəl proqramlardan biri, ən çox LG televizorlarına aid proqramlardan biridir bu. 9 Xtrm IPTV. Bax, həmin bu IPTV-dir. Deməli, bu IPTV haqqında biz video paylaşmışdıq. Bax, həmin bu IPTV haqqında videomuz paylaşmışdıq. O, buna zəhmət olmasa bunu yükləyim. Sizlərin də ətraflı məlumat verəcəm. 2025-ci ildə yasal 9 Xtrm IPTV yasal uygulamalar içərisində ən gözəl uygulamalardan biridir. Rahatlıq şəkildə həm M3U həm M3U, həm ekstrem kodunu dəstəkləyir. Bir də sizlərə bir şey nəzərində saxlamaq istəyirəm. Məsələn, ekstrem kod hissəsinə girdikdə, əziz izləyicilər, bu IPTV-də Android aparatlarda 4 rəqəm çıxır. LG televizorlarda isə 3 ədəd rəqəm, yəni belə xətt çıxır. Eyni şeydir, sadəcə olaraq birinci ad hissəsini özünüz adınızı yazmırsınız. İkinci, üçüncü və dördüncü olaraqdan sadəcə birinci, ikinci və üçüncü olur da. Yəni belə demək istədiyim LG televizorlarda. Ancaq bu proqramın bir dənə minusunu sizlərə söyləyim. Bu proqram, əziz izləyicilər, bəzən sürətli link belə olsa dondurma bilir. Yəni bəri başdan sizlərə deyim. Düzdür, alternativ çıxış olaraq, müvəqqəti olaraq işlədə bilərsiniz. Ancaq yenə də deyirəm sizlərə, bunu işlədərkən diqqət yetirməniz lazım olan həmin bu proqramda donmalar ola bilir. İkinci isə URL M3U. Burada isə birinciyə öz adınızı və ikinciyə M3U şeyini paylaşırsınız, linkini paylaşırsınız. Bu isə yenə də deyirəm, yasal linklər olmalıdır. Yasal linklər olmasa bu proqramda işləməyəcək düzgün şəkildə. 2025-ci ilin ən gözəl proqramlarından biri 9 Xtrm IPTV Player proqramıdır. Yenə də deyirəm, 9 Xtrm IPTV Player proqramıdır. Bugünkü videomuz, əziz izləyicilər, bu qədərdir. Bundan sonraki videolarımızda çalışdığım qədər tez-tez videolar paylaşmağa çalışacağam. Bizi dəstəklədiyinizi görürəm. Dəstəkləyən insanlar hər birinizin əllərinizə, qollarınıza var olsun. Bizi sevdiyiniz kimi biz də sizləri sevirik. Bizi sevməyən insanlar da çoxdur.
Yəni bir insanı sevə bilərlər, sevməyə də bilərlər. Bugünkü gündə sizlərə deməli 1 ədəd, 2 ədəd, 3 ədəd, 4 ədəd və 5 ədəd sizlərə IPTV proqramlarını, yasal IPTV proqramlarını sizlərə göstərdim. Əziz izləyicilər, çox super şəkildə işləyən proqramlardır. Rahatlıq şəkildə evinizdə playerləri istifadə edərəkdən rahatlıq şəkildə istifadə edərsiniz. Sizlərə bu IPTV Smart S Pro-nun bunların içində mənim öz şəxsi fikrimə görə bunların içində ən gözəl IPTV proqramları televiziyadan IPTV Smart S Pro-dur. Nəyə görə? O birisi proqramlarda düzdür. Məsələn, OTT Player-in minusu odur ki, o birisi X kodla çalışmır. Ancaq IPTV Smart S Pro-da hər ikisi çalışır. Televiziyada hər ikisi çalışır və 4K şəkildə, rahatlıq şəkildə sizlər də işlədə bilirsiniz. Ancaq bunların içində rahat işlətməyə görə, belə proqramlaşdırmağa çox asan şəkildə olduğuna görə televiziyadan da çox IPTV Smart S Pro-nu mən üstün tuturam. Ancaq IPTV Smart S Pro-nun minus cəhəti odur ki, yasal ödəniş şəklində olan linklər paylaşıb qoymalısınız ora. Ödənişsiz linklər götürmür. Yəni bərbaşdan bilin. Nəysə, televizorda gözəl proqramdır. Abunəlikləri televizorda necə deyim sizlərə, sıralı şəkildə favoritlər yığa bilirsiniz. Favoritdən silə bilirsiniz. Ancaq nə yazıqlar olsun ki, bu televizorda, televiziya proqramında hər hansı bir kanalı, məsəl üçün, xoşunuza gəlməyən kanalı bağlamaq üçün gərək Premium listəsinə keçəsiniz. O da olmazsa heç bir şəkildə bağlaya bilmirsiniz. Amma IPTV Smart S Pro-da istədiyiniz kanal paketini silə bilirsiniz. Əziz izləyicilər, izləmədə qalın, kanalımıza abunə olun və like atın. 2025-ci ildə yasal ücretsiz IPTV uygulamalarını bu günlərim sizlərə göstərdim. Hər növ televizorlarda rahatlıq şəkildə baxa bilirsiniz bu proqramları yükləyərəkdən. İnşallah bundan dünənki videomuz silindi. Ebi yoxdur. Yenə də videolarımızı atmağa çalışacağam. Dəstəklərinizi gözləyirəm. Hələlik və kanalımıza abunə olub, like atıb, hər hansı bir probleminiz olarsa, yorumlar şəklində bildirməyi bizlərə unutmayın. İzləmədə qalın, hələlik.